Və beləliklə dövrə ətrafı ziyarətimiz davam eləyir. Hər dəfə gələndə Məşəd zəvvarlarımızı İmam Rza əleyhissalamın ziyarətinə daxil etməmişdən qabaq bu dövrə ziyarətinə gətiririk ki, görsünlər ki, İmam Rza əleyhissalamın hərəminin ətrafında necə ziyarətlər var. Əssalamu aleykə ya qəribəl quraba. Əssalamu aleykə ya Ali ibn Musa Rza. Həzrəti İmam Rza əleyhissalamın mübarək qəbrinin günbəzidir. Şeyx Bəhai tərəfindən 8888 kərpic var. O kərpicin arxasında, hər kərpicin arxasında batilnamə var, batilnamə. Bir insanın ki, zadı əməli ola, bir insanın ki, zadı əməl eləyərlər, dayanmadan günbəzə baxarsa, o zadı əməli təmizləyər. İmam Rza əleyhissalamın ona görə hərəminə gəlib, saatlarla o günbəzə baxarlar. O günbəzə baxanda insanda olan o insanda olan cadı əməllər ki var insana əməl eləyirlər, o cadı əməl tamamilə təmizlənər insan. Ona görə bu günbəzə baxmaq şərt. O qızılı zərih ki var, ora şifa qapısıdır. İnsanlar o ki xəstəlikdən əziyyət çəkən, məriz olan xəstələr, onlar gələrlər burada, dayanarlar, İmam Rza əleyhissalama təvəssül eləyərlər, şifa tapmaq məqsədi ilə. Və burada dayanarlar. O qədər burada möcüzələr baş verib ki, hətta qədim zamanlarda belə, indi yığışdırırlar, amma qədim zamanlarda gələrdilər burada, özlərini bağlayardılar zərihə və şifa tapmayınca buradan getməzdilər. İnşallah Allaha and verirəm izzətinə, cəlalına xatir. Allah Hüseyin balamıza, İmam Rza əleyhissalamın əli ilə şifa versin. Allah mətanət xanıma tezliklə İmam Rza əleyhissalamın əli ilə şifa inayət eləsin. Allah bu cəmdə xəstəsi olanlara acil şifa, mərhəmət eləsin. Məşəd şəhərindən Ali ibn Musa Rza əleyhissalamın ziyarətindən hər birinizi salamlayırıq. Allah sizlərə nəsib eləsin inşallah. Amin. Allah qəbul eləsin. Amin. İmam Rza əleyhissalamı yad eləyək, sələvat zikr eləyək. Allahümmə